Bizim ölkədə bəzən belə evliliklər də oldu. Evdəki həm psixoloji, həm fizioloji şiddətdən qaçmaq düşüncəsi ilə qızlarımızın tanımadan, bilmədən, sağlam şəkildə seçmədən evliliklər qurduğunu dəfələrlə seans otağında gördüm. Onun fəsadları ilə işlədim. Nə oldu o evliliklər bilirsiniz? O evliliklərin hər biri müəyyən bir müddətdən sonra əksəriyyəti bitdi. Əksəriyyəti isə çox işgəncəli şəkildə davam eləyir. Bilirsiniz, məsələ nədir? Sən tanıdığın o ailə inancı var ki, ailə düşüncəsi, ailə forması. Sən artıq o ailənin içində böyüdüyü üçün sənin düşüncəndə o inancda ailə modeli formalaşıbdır və sən istəsən də, istəməsən də xilas olmaq düşüncəsi ilə həyatına çəkdiyin insan da eynən həmin ailədə işgəncə gördüyün, şiddət gördüyün insanın bənzəri olacaq, təəssüflər olsun ki. Eyni şeyləri orada da yaşayacaqsan. Mən belə bir şərtlərdə olan xanımlarımız, qızlarımız olub ki, bəzən qurtuluş yolu olaraq evliliyi seçmək istəyəndə, mənimlə məsləhətləşəndə mən onlara tövsiyə etmişəm ki, düşün bir, sən bu evliliyi nə üçün istəyirsən? O ailədən qaçmaq üçünmü istəyirsən, yoxsa həqiqətən seçdiyin insan bir ömür sənə zehnən, ruhən, bədənlə uyğun bir insandırmı?